Əslində yerdim kefçiyə. Dedim, hə, bu orada bu qədər növbə var. Qoy, mən də bundan prob eləyim. Var, yox, nə lənət. Ölməkdir, xırıldamaq nədir? Uşaqlar dəlixana idi deyənə sizə göstərə bilmədim. Deməli, 25 rupiya, 25 şüpür nə olacaq o yeməyə? Nəysə, Allah baxaq da uzağa atacağız bilə. Ən pis halda. Bərəkətinə qurban olaram. Bunun əlinə əlcəyin necə yenib ki, bu? Götürdü, ona parmaqları boşdadır. Parmaqları boşdadır. Çörəyə də parmaqlı soxdun da. Eybi yox da yiyəcəm. Uşaqlar, parmaqlarınız adı vurdu. Bilmirəm. Bu turşum, bütün yağlı deyə bu ye. Uşaqlar, yiyəcəm indi. Bir də dadını sizə deyim. İyrənirəm əslində.